Gəlin bu makyajı birlikdə edək. Hər kəsə salam. Nəmləndirici olaraq CeraVe'nin bu nəmləndiricisini tətbiq etmişəm və sadəcə qaşlarımı sabitləmişəm. Bu arada burada 2 dənə göz mıncığı var. Tonal krem olaraq Narsın bu tonal kremini istifadə edirəm. Məndəki rəngi Barcelonadır. Azca üzümə tündür, amma onsuz da yəni gəlir rəngim qaralacaq. Bax bunları biraz örtək. Bunu belə üzərinə qoyub biraz qurumasını gözləyəcəm ki, belə dairəvi hərəkətlərlə tonalı tətbiq edirəm. Baxın bu şəkildə belə nötrlüyü tonal kremdə keçəcəm. Örtüləcək. Konsiler olaraq NYX'in bu serum konsilerini istifadə edəcəm. Göz altlarını qidalandırır. Üzünü kontrollayacağım. NYX'in bu Wonder Sticklərindən məndəki light medium rəngidir. Bu çox az üzünüzü şəkilləndirməyə, kontrollamağa yetir. Bu əllik olaraq Rare Beauty-nin əlini istifadə edirəm. Məndəki həpli rəngidir. Bunun pigmentasiyası mükəmməldir. Şəkər kimidir rəngi. Fırçada qalanını da gözlərimə keçəcəm. Transparan pudra. Bu şəkildə əlavəsini əlimə alıb və göz altlarımı sabitləyirəm. Dərhal blurluyur. Çox bəyənirəm. Göz üzərimdə parlaq bir bitiş istəyirəm. Ona görə Kiko'nun bu 200 nömrəli tenini tətbiq edəcəm. Rənginə baxın. Barmağımı yaxalayacağım. Sabitləyici və adi suda olar, fərqi yoxdur. Yaxşı sürdürəm. Taban səbəb olmuyor. Göz içimə bu Maybelline Tattoo linerlərinin qara rəngini çəkəcəm. Çıxarıb liner olaraq uzadıram. Toz bronzer Bahama Mama istifadə edəcəm. Baxın necə məhv olub. Toz ənli olaraq bu Dior istifadə edəcəm. Rəngi Rosy Glow. Dodaq qələmi olaraq NYX istifadə edəcəm. Yağ kimi yayılır. Dodaq boyası olaraq Bourjois 03 nömrə. Üzərinə də Kiko'nun bu dodaq boyasını keçmək istəyirəm. Bunlar hamısı bir-birinə qarşıda çox qəşəng olur. Qəşəng olur ki. Makyajımı sabitləyirəm. Highlighter tətbiq edirəm. Kiko'nun drop highlighterıdır. Bir damcı belə qoyuram. Fırça ilə tətbiq edirəm. Maskaranı unutmuşam. Benefit'in bu Bad Gal maskarasını istifadə edəcəm. Və makyajım bitdi. Bu şəkildə oldu. Mən belə bandana bağladım. Kombinimi də etdim. Siz bu makyajı istəsəz günlük, istəsəz özəl günlərinizdə də istifadə edə bilərsiniz. Məncə çox qəşəng oldu. İndi deyəcəksiniz ki, biraz çox oldu. Bəli, bəzən belə çox edirəm. Çünki o gün özümü elə hiss edirəm. Belə. Fikirlərinizi yazmağı unutmayın. Hələlik.